Bu video dərsimizdə isə danışırıq start menüsü haqqında, yəni baş menümüz haqqında. Ə, Baş menü dediyimiz kimi tapşırıqlar panelində yerləşir və baş menünün açılması üsulları var. Bu açılma üsulları hansılardır? Açılma üsullardan biri mausu ilə gətirib baş menünün üzərində saxlayıb klikləməklə, bu bir növ açılma yoludur. İkinci açılma yolu isə Ctrl+S kombinasiyasını basmaqladır. Yəni bizdə baş menünü açır. Üçüncü açılma forması isə elə hər bir klaviaturada baş menunu açan düymə var da, Windows düyməsi var. Həmin o Windows düyməsini basanda da baş menü açılır. İndi açılan baş menyuda biz burada nə görürük? Baş menyuda biz burada görürük hal-hazırda axtarış sahəsini. Zaten axtarış sahəsinə elə tapşırıqlar panelindən bura gəldikdə də keçmək olar. Bu öz yerində. Həmçinin elə zaten baş menyunu açanda da burada axtarış sahəsi görünür. Daha sonra bu hissədə kompüterimizə quraşdırılan proqramları görə bilərik və eləcə də settings bölməsini görə bilərik. Hansı ki, kompüterin tənzimləmələri, sazlamaları buradan icra olunur. Sonra burada oxla hərəkət edərək artıq e, bərkitdiyimiz qovluq və proqramları gəlib burada görə bilərik. Sonra burada all bölməsində isə artıq bütün kompüterimizdə olan bütün quraşdırılan proqramları görə bilərik. Sonra burada accessibility qovluğu var ki, hansı ki standart proqramlar, hansı ki kompüterə biz quraşdırmamışıq, özü quraşdırılan proqramlardır. Həmin o accessibility hissəsində isə bax bu live caption'dır, magnifierdir, ekran lupası, narratordur, hansı ki səsli idarə etmə. Narrator səsli idarə etmə nədir? Məsəl üçün mən bunu yandırsam və necə deyim? Bax gördüyünüz kimi mən nəyinsə üzərinə yaxınlaşanda artıq o məni səsli idarə edir də. Yəni məsəl üçün bu nə üçün istifadə olunur? Bu deyək ki, kimlər ki, məsəl üçün görmə əngəllidir, onlar görmür də zaten. Narrator rejimini yandırırlar. O da mouse'la hərəkət elətdirdikcə ona, yəni nəyin üzərində dayanıbsa, o üçün oxuyur da, səsləndirir Outlook. O adam bildi ki, bu Outlook'dur da, basır açır. Yəni belə. Ondan sonra accessibility hissəsində burada bizdə başqa nə standart proqramlar var. Məsəl üçün on-screen keyboard. Zaten o burada da var. Buradan da aça bilərik. Bir də voice access-dir ki, hansı ki voice access-lənsə biz belə deyək, özümüz səslə kompüteri idarə edə bilərik. Sadə komandalar verə bilərik. Bu hissə isə recommended, tövsiyə olunanlar hissəsidir ki, kompüter sənə özü də tövsiyələrini verir ki, misal üçün, bax, bu proqramı istəyirsən aç, yeni tezlikcə əlavə eləmirsən, bəlkə tezdən açmaq istəyirsən bunu, yaxud bax, bu axırıncı dəfə bu, kartof neydi? Axırıncı dəfə bu fayllarla istifadə eləmirsən, sən özün yaratmısan, redaktə eləmirsən, bəlkə bu faylları da bir açasan. Yəni, recommended özü tövsiyə edir bizə. Sonra bu hissə isə indi mən telefonumu bağlamamışam da kompüterə. Amma bağlasaq çox gözəl bir funksiyadır. İstənilən Android və iPhone markalı telefonları gəlib, məsəl üçün bu paneli bağlaya da bilərik. Hide this pane-i basıb bağlaya da bilərik. Və yaxud da ki, bax bu hissədə ya Android ya iPhone telefonu. Məsəl üçün iPhone-u klikləyəndən sonra bu bizə QR kod verəcək. Həmin QR kodu skan edirik və artıq bizim telefonumuz kompüterimizdən bağlanır. Və bizə telefondan nəsə lazımdırsa rahat şəkildə telefonu açmadan telefonun içinə girib götürə bilirik və yaxud da ki, kompüterimizdən telefonumuza rahat şəkildə məlumat ata bilərik. Yəni, bax, telefonumuzu da gəlib baş menyuya, ümumiyyətlə kompüterə bağlaya bilərik. Bu hissə isə istifadəçi hesabıdır. Hansı ki, mən bu hesabla daxil olmuşam. M.İ. Bayramov @adyaz hesabı ilə sign out eləyib başqa bir hesabla da girə bilərəm. Bu hissə isə belə deyək, kompüteri söndürmə rejimidir. Söndürmə rejimlərində burada var bizdə lock, hansı ki, kompüteri kilidə sal. Əgər mən lock-u bassam, kompüter kilidə düşəcək. Bax, gördüyünüz kimi lock-u bastım. Bax, kompüter kilid ekranına gəldi. Və bunu eləməkdə məqsədim nədir ki, misal üçün, mən deyək ki, ABD gedirəm. Kilidə salıb gedirəm. İndi ABD-dən gələndən sonra gəldim, yazdım kodumu, ondan sonra yenidən öz işimə davam etdim. Yəni belə. Ondan sonra
Burada var bizdə deməli sleep. Sleep nədir? Yuxu rejiminə salmaq. İndi hal-hazırda video kayıt getdiyinə görə bu rejimə salmıram. Sleep rejiminə salanda məqsəd nədir? İndi deyək ki, mən yenə də nahar fasiləsinə gedirəm. Bir var kompüteri belə açıq qoyun gedim. Və bu notebookdursa, zərərdə daha çox azalacaq da bu rejimdə. Amma sleep rejiminə qoyanda isə bu enerji qənaətli rejimdir. Bu zaman ekran qaralır. Yenə də getdi ABD-də. Amma şey qaydanda görəcəksən ki, əgər sleep rejiminə qoymadan getmişdinsə, zərərdə yarı azalıb. Amma sleep rejiminə qoyub gedirsənsə, zərərdə cüzi bir 10% azalıb. Çünki sleep rejimində ekran yuxu rejiminə keçir və ekran qaralır. Sonra burada var shutdown. Shutdown nədir? Ümumiyyətlə kompüteri söndürmək üçündür. Bir də var restart. Restart isə kompüteri, daha doğrusu əməliyyat sistemini yenidən yükləmək üçündür. O belə. İndi məndə burada update-lər də var. Mənim kompüterimə hal-hazırda Windows 11-ə yenilənmə gəlir. İndi mən bunları basmıram da. Əgər mən update and shutdown eləsəm, deməli kompüterdə yenilənmə gedəcək və kompüter sönəcək. Və yaxud update and restart-ı bassam, kompüterdə yenilənmə gedəcək və kompüter sonra tezdən yanacaq. O belə bu rejimimiz var. Bax, bu oldu bizdə baş menyu haqqında məlumat. Ondan sonra indi baş menyunun tənzimləmələri, settingsi var. Bax, baş menyunun любой bir hissəsində dayanıb sağ düyməni basanda burada var bizdə Start Settings. Keçdik. İndi görək baş menyunun parametrləri hansılardır. Baş menyunun parametrlərində burada var Default. Bax, necə ki biz baş menyunu açanda bax, belə Default rejim açılır. Yəni susqunluqla bu rejimdə olur Default. Misal üçün mən istəyirəm More Pins. Daha çox proqramlar görünsün. Bax, indi görürsünüz, daha çox proqramlar görünür. Bayaq proqramlar belə 3 sətir görünürdüsə, 4 sətir proqramlar görünür. Counter quraşdırdığımız proqramlar. Və yaxud da burada var More Recommendation. Bayaqları Recommendation, o tövsiyə olan sahəsində 2 də şey tövsiyə edirdi də bizə. İndi More Recommendation'a girəndə, ya Allah, 4 dənə, hətta bu kartofu da gətirir bizə tövsiyə edir. 4 dənə özü tövsiyəsi var artıq. Yəni bu tərəfdən kəsdi görünən proqramların sayını. Yəni ki, bu tərəfə verdi də, belə deyək. No, istənilən halda mən bunu defaulta gətirim. Sonra burada var Show Recently Added Apps. Hansı ki, tezə yüklədiyiniz kompüterə quraşdırdığımız proqramlar görünsünmü baş menyuda, ya görünməsin. İndiki məndəki halda 10-dur da, yeni yüklədiyim proqramları görürəm. Yox, əgər yeni yüklədiyim proqramları görmək istəmirəmsə, off rejiminə salıram və həmin o yeni yüklədiyim proqramı görmürəm. Hansı ki, bax, burada metro oyunu var idi. Bir daha on rejiminə qoyum və indi baxın, həmin burada Subway var, Recently Added. Görsən, tezəlikcə deyil, əlavə olunub. Düz deyil, bunu mənim heç bir həftə yoxdur ki, bu proqramı yükləmişəm. Əgər indi mən tezəlikcə yüklədiyim proqramı baş menyuda göstərmə deyirəmsə, off rejiminə qoyuram və indi göstərməyəcəm. O gördüyünüz kimi recommended hissəsindən götürüldü artıq. Göstərmir. Bu belə. Ondan sonra burada var Show Most Used Apps. Ən çox istifadə olunan proqramları göstər. İndiki halda göstərmir. Amma mən istəyirəm, deyirəm ki, yox, göstərsin. Hadi göstərsin. Onda 10 rejiminə keçirdirəm və ən çox istifadə olunan proqramları bizdə burada göstərəcək. Show Most Used File hissəsində burada bizdə ən çox istifadə olunan proqramlarımızı göstərir. Sonra burada var bizdə Show Recommended File in Star, Recent File, File Explorer and Items in Jump List. Bu nədir? Bax, burada hansı ki indiki halda, bax, Recommended hissəsində Jump List var da, hansı ki burada ən son istifadə olunan fayllardır falan, bax, bu hissə. İndi mən onların görünüb görünməməsini təmin edə bilərəm. İstəmirəm, mənə ümumiyyətlə faylları göstərməsin, həmin o faylları. İstəyərəm göstərərəm, istəyərəm göstərmərəm. Sonra burada var Show Recommendation for Tips, Shortcuts, New Apps and more. Yeni çıxan proqramları mənə təklif eləsin, qısa yolları təklif eləsin. İndi 10 rejimindədir. No, istəmirəm mənə təklif eləməsin. İstəmirəm də off rejiminə salıram. Sonra bu heç bu lazım deyil. Burada folder hissəsi var, qovluqlar hissəsi. Qovluqlar hissəsində isə burada var bizdə settings göstərsinmi? İndi hal-hazırda off rejimdədir. Deyirəm göstərsin, dokument göstərsin, downloadı göstərsin, müziki göstərsin. İndi bax, gəlin baxaq. Bax, gördüyünüz kimi My Documenti göstərir.
downloadı göstərir, musiqi göstərir, settingsi göstərir. Amma bayaqları bunlar off rejimində idi də. Mən bunları off rejimdən o rejimə gətirdim. İndi tezdən qaytarım offa. Bax, həmin o qovluqlar artıq buradan yığışdırıldı. Bax belə. Sonra nə edə bilərik baş menyuda? Baş menyuda ondan sonra burada Show Mobile Device in Start. Hansı ki, bax o bu hissədir də. Bax, bura demək, mobil telefonumuzu qoşa bilərik. İndi görünür də 10 rejimidir. Mən bunu off edirəm, deyirəm göstərmə. Nədə indi göstərməyəcək. Bax belə. Bax, bu da oldu baş menyu haqqında məlumat. İndi uşaqlar, burada bizdə elə bu video zaten qısa alınır, elə biraz da uzadaq. Yadınıza gəlirsə, biz dedik ki, bizdə Windows'un 3 texnologiyası var idi da. Hansı texnologiyalardır? OLE texnologiyası. Office proqramlarını keçəndə tez-tez eşitmişsiniz o texnologiyanın adını. Digər növbəti texnologiyamız adlanır Drag and Drop texnologiyası və bir texnologiyamız da var ki, o texnologiyanın adı isə adlanır Plug and Play texnologiyası. Gəlin elə onların yazılışlarını da yazın. Misal üçün bizə sual versə ki, Windows'un neçə texnologiyası var? Deyəcəyik OLE, Drag and Drop texnologiyası və Plug and Play texnologiyası. Yəni Windows'un bax belə 3 əsas texnologiyası var. OLE texnologiyası haqqında biz danışmışdıq da. OLE texnologiyası nə idi? Məsəl üçün Word-də, Excel-də, PowerPoint-da demişdik ki, bu texnologiya sayəsində biz bir proqram məhsulunu digər proqrama əlavə edirdik. Məsələn, bu texnologiya vasitəsilə biz Word-ə gətirib Excel açırdıq, Word-də ola-ola PowerPoint açırdıq və ya PowerPoint-da bu texnologiya vasitəsilə PowerPoint-dayıq Word açırıq, PowerPoint-dayıq nə bilim Excel açırıq. Yəni OLE texnologiyası sayəsində olur da bu. Deməli, OLE texnologiyası nədir? Bir proqram məhsulunu digər proqramda tanıtdırmaq. Sonra burada var drag and drop. İndi bunu danışacağım. Bir daha plug and play danışım. Plug and play nədir? Qoş və oynat adlanır. Bu nədir? Bu texnologiya periferiya qurğularını sistemə tanıtdırmaq və onların driverlərinin avtomatik quraşdırılmasını təmin edən texnologiyadır. Necə yəni? Bax, o cür yəni ki, misal üçün biz hansısa bir yeni qurğunu kompüterimizə taxanda o qurğu heç nə eləmirsən də, sən sadəcə gözləyirsən. Kompüter gəlir, kontroller vasitəsilə o qurğunun kimliyini yoxlayır. Yəni kənardan hansı qurğu qoşulub? Məsələn, printer. Aparır prosesora məlumatı ötürür. Prosesor əməliyyat sistemində onun belə deyək, driverini tapır, quraşdırır və kompüteri, daha doğrusu həmin o qurğunu hazır vəziyyətə gətirir də, istifadəyə hazır vəziyyətə. Nəyin əsasında baş verir bu? Plug and play texnologiyasının əsasında. Siz deyə bilərsiniz, müəllim, plug and play texnologiyasının əsasında baş versə də, axı kontrolleri yoxlayır. Başa düşdüm də, kontrolleri yoxlayır. Kontrollerə yoxlama əmrini də plug and play verir də. Get kənardan qurğu qoşuldu, get yoxla onu. Təsəvvür edin ki, çörək bişirmə avadanlığınız var, amma çörək bişirmə texnologiyasını bilmirsiniz. Siz o avadanlıqdan nə istifadə edəcəksiniz? Texnologiya var, plug and play. Məsələ plug and play texnologiyası deyir də, kontrollerə, kontroller kənardan qurğu qoşuldu. Get qurğunu yoxla. Kontroller də gedir yoxlayır, verir prosesora və plug and play indi prosesora müraciət edir ki, prosesor bildin də hansı qurğu qoşulub. Onun driverini axtar əməliyyat sistemində. Axtarır, tapır, quraşdırır, istifadəyə hazır vəziyyətə gətirir. Texnologiya olaraq plug and play-dir. Və nəhayət var bizdə drag and drop texnologiyası. Drag and drop texnologiyası nədir? Bu texnologiyanın tərkibində olan indi sadalayacağım əmrlərdə mübadilə buferi iştirak etmir. Uşaqlar, biz ötən dərsimizdə mübadilə buferi haqqında danışdıq. Dedik ki, Windows'un mübadilə buferində neçə obyekt saxlamaq olurdu? Bir obyekt saxlamaq olurdu. Kopya eləyəndə neçə dəfə yapışdırmaq olurdu? Buferdən silinən ana qədər istənilən sayda, kat eləyəndə isə yalnız bir dəfə yapışdırmaq olurdu. Bəli, yenə də sözümün ağası. Bəli. Mübadilə buferinin iştirak edib etmədiyini biz hardan bilirdik? Kontekst menyunun vəziyyətindən bilirdik də. Əgər, misal üçün, tutaq ki, gəlin belə deyim də sizə. Məsələn, bu faylı seçib, bunu Ctrl-C eləyirəm, kopyaladım. İndi mən mübadilə buferinin vəziyyətindən bilirəm də, ya da daha doğrusu kontekst menyu vəziyyətindən bilirəm də. Burada paste və paste shortcut əmrləri aktivdirsə, demək ki,
copy olub, özü də ki, saat buferdə e, obyekt var da. Tamam, mən də sizlə razıyam. İndi mən bu obyektin kopyasını çıxardacağam, amma bu əməliyyatda mübadilə buferi iştirak eləməyəcək. Yəni bunun kopyasını çıxardacağam və həmin o bu obyekt gedib mübadilə buferinə düşməyəcək də. Necə çıxardacağam? Obyekti seçib kontrol düyməsi basılı vəziyyətdə sürükləmək. Bu zaman nə oldu? Kopyası yarandı. Amma bu əməliyyatda mübadilə buferi iştirak eləmir. Görürsünüz, paste əmri hələ də deaktivdir. Amma normal halda kopya eləyəndə paste əmri aktiv olmalı idi axı. Görürsünüz, deaktiv qaldı. Bax, bu əməliyyat drag and drop idi. Başqa bir əməliyyat da var. Obyekti seçib alt düyməsi ilə sürüşdürəndə bu zaman nə yaranır? Yarlıq yaranır. Bu zamanda mübadilə buferi iştirak etmir. Görürsünüz, paste yenə də deaktivdir. Və yaxud da obyekti seçib Ctrl Shift düymələri basılı vəziyyətdə mouse'un sol düyməsi ilə sürükləyirik. Yenə də yarlıq yarandı. Bu zamanda mübadilə buferi, belə deyək, iştirak etmədi. Ondan sonra mübadilə buferi başqa hansı halda iştirak etmir? Obyekti shift ilə sürüşdürmək. Obyekti shift ilə sürüşdürəndə bu obyektin yeri dəyişir. Yəni bu bir növ Ctrl X, yəni kat əməliyyatıdır. Və bu əməliyyatda da mübadilə buferi gördüyümüz kimi iştirak etmədi. Bu sadaladığım hallar var. Kontrolla tutub sürüşdürmək, hansı ki bu copy əmridir. Ctrl Shift-lə tutub sürüşdürmək, yarlıq yaratmaq əmridir. Altla tutub sürüşdürmək, yarlıq yaratmaq əmridir. Shift-lə tutub sürüşdürmək, obyektin yer dəyişməsidir. Bax, bu sadaladığım 4 dənə drag and drop texnologiyasıdır. Bunun başqası da var. Məsələn, başqası nədir? Başqası, biz bir obyekti bir yerdən tutub başqa yerə sürükləyəndə necə sürükləyirik? Mouse'un sol düyməsi ilə tutub sürükləyirik də. İndi mouse'un sol düyməsi ilə sürükləmə, mouse'un sağ düyməsi ilə sürüklə. Bu zaman əlavə kontekst menyu açılır. Açılan kontekst menyunun copy here, move here, create shortcut here bu əməliyyatlarında da mübadilə buferi iştirak eləmir. Və copy here-ni basıram, kopyası yarandı da burada. Amma yine olsun, yenə də mübadilə buferimiz boş vəziyyətdə qaldı. Deməli, obyekti tutub sağ düymə ilə sürükləmək də bu bizdə adlanır, deməli, drag and drop texnologiyası. Sonra obyektin, belə deyək, kontekst menüsunda hansı ki send to əmri var. Həmin bu send to əmrində gördüyümüz Bluetooth-la paylaş, iş masasının yarlıqını yarat, dokument qovluğuna apar, faksla göndər, maillə göndər. Bütün bu send to əməliyyatlarının hər biri də drag and drop texnologiyasıdır və bu texnologiyada da mübadilə buferi iştirak etmir. Sizə qəbulda sual düşərsə, ən asan versiyanı deyirəm. Sizə sual düşəcək ki, aşağıdakılardan hansı drag and drop texnologiyasıdır? Və ya aşağıdakı əmrlər, ümumiyyətlə, drag and drop texnologiyasında bir sözlə mübadilə buferi iştirak etdi ya yox? Etmədi. Tamam. Sual verəcək. Aşağıdakı əməliyyatlardan hansında mübadilə buferi iştirak edir? 3 şeydə. Normal bildiyimiz dədə-baba Ctrl-C, yəni copy. Normal bildiyimiz dədə-baba Ctrl-X, yəni cut və Ctrl-V, yəni paste əmri. Ancaq bu 3 əməliyyatda mübadilə buferi iştirak edir. Həmin o testdə bu nə sadalayır? Ctrl-la tutdum, belə sürdüm, altdan tutdum, belə sürdüm, Ctrl-Shift-lə tutdum, belə yıxdım. Nə bilim, hamısı drag and dropdur. Və yaxud sual belə olsa ki, aşağıdakılardan hansı drag and dropa aiddir? Siz oradan o dəqiqə 3 dənə şeyi çıxacaqsınız. Ctrl-C-ni, Ctrl-X-i, Ctrl-V-ni. Çünki bu 3 əməliyyat drag and dropa aid deyil. Çünki niyə aid deyil? Çünki bu 3 əməliyyatda mübadilə buferi iştirak edir. Bizə də drag and drop əməliyyatları o əməliyyatlar olmalıdır ki, mübadilə buferi iştirak eləməyən əməliyyatlar olsun da. Bu belə. Bu da oldu drag and drop texnologiyası haqqında məlumat və ümumilikdə belə deyək, Windows-un texnologiyaları haqqında məlumat.